Son rəqəmi 5 olan 2 rəqəmli ədədlərin cəmini tapın. Deməli, bizə 2 rəqəmli deyir və son rəqəmli 5 ilə bitməlidir. Ən kiçik 2 rəqəmli və son rəqəmi 5 ilə bitən ədəd hansıdır? 15, sonra 25, sonra 35 və s. oldu 95. Baxın, indi bunların cəmini istəyir, yəni toplamalıyıq biz bunları. Biz bu ədədi sizlə olacaq, artan ədədi sizlə. Baxın, indi birinci həddimiz oldu 15, n-ci həddimiz oldu 95 və biz burada n-i tapmalıyıq. Görək neçə dənə hədd var. Bunun ötürü n bərabərdir. Sonuncu həddən birinci həddi çıxıram. Yəni 95-dən çıxıram 15-i. Bölürəm artım sayını. Baxın 10 artıb. Bölürəm 10-a. Üstünə 1 gəlirəm. Bərabərdir. 95-dən 15 çıxsaq 80 böl 10. Üstə gəl 1 bərabərdir 9. Deməli, biz 9 dənə həddin cəmini tapmalıyıq. Onda yazıram S9 bərabərdir. Birinci həddimiz düstur var da A1 üstə gəl AN bölünsün 2 vurulsun N düsturu var. Buraya SN yazaq. Deməli S9 bərabərdir. A1-imiz 15, AN-imiz 95 bölünsün 2. 9 dənə hədd var. Vuraq 9 bərabərdir. 15 ilə 95-in cəmini olar 110. Bölünsün 2 vur 95. Daha doğrusu 90. İxtisar getsə 55, yəni 55 vur 9 bərabərdir 45, 495. Cavab 495 olacaq.